Hər birinizi xoş gördük yenidən. Bugünkü mövzumuz Koroğlunun o yerdə qalan 3 qolu haqqında olacaq. Deməli, Düratın itməyi, Durnateli və Koroğlu ilə Bolu bəy qollarının ümumi məzmunu və təhlili haqqında ən lazımlı məqamları verməyə çalışacağam. Videonun izahına keçməzdən əvvəl biz bir əvvəlki dərsimizdə Keçəl Həmzənin qıratı qaçırması məsələsindən danışmışıq. Onu da izləyə bilərsiniz. Hazırlıqlarla bağlı olaraq məlumat vermək istəyirəm sizə. Bir balaca vaxtınızı alacağam. Deməli, bizim həm ödənişsiz yay dərslərimiz mövcuddur. Bu 3 ay yay tətilində heç bir ödəniş ödəmədən onlayn şəkildə bizə müraciət edib dərslərimizdə iştirak edə bilərsiniz. Həmçində sentyabr qruplarımıza artıq qeydiyyat davam eləyir. Başlayıb artıq. Nəysə, keçək mövzu izahına. Düratın itməyi məsələsi. Hadisələr yaz aylarında, o güllük-gülistanlıq olan mövsümdə baş verir. Dürat deyir, öz digər o ilxıdakı atları başına alıb, tərk diyar eləyib, hansı ki, Çənlibelin hüdudlarından biraz kənarlaşırlar, gedirlər, çıxırlar Ballıca ərazisinə. Ümumiyyətlə, biz buna Koroğlunun Ballıca səfəri də deyə bilərik. Yəni, bu qolun ikinci adı Koroğlunun Ballıca səfəri kimi də verilə bilər. Yəni, Koroğlunun, belə deyək də, hələ ki xəbəri olmur heç nədən. Elə ki, Dürat biraz nadiclik eləyir, şahə qalxır və ləli-giryan bir vəziyyət alıb, aparır ilxını hara, deməli, Ballıca tərəflərə. Ballıca da haraydı? Qaraxan deyilən əzazil bir xan var idi. Onun dövlətinin hüdudlarına daxil olan, yəni, həmin bir ərazi idi. Bu Qaraxan özünü İran padişahının qohumu kimi insanlara təqdim edirdi. İnsanlar ondan nifrət edirdi. Amma əzazil və çox güclü bir xan olduğundan, deməli, insanlar həmçinin ondan çəkinirdi. Həm nifrət edirdilər, yəni qorxurdular da, belə deyim, yəni. Belə deyək artıq. Belə. Təbii ki, yəni, burada, belə deyək də, Qaraxan adamları gedib Koroğlunun atlarını oğurlayıb gətirməmişdi. Düratın sayəsində, belə dırnaq içində deyək, Düratın sayəsində atlar öz xoşluğu ilə, belə deyək ki, getmişlər, ora tərəf qaçmışlar. Yəni, bir ilin müəyyən vaxtlarında əslində Düratın belə nadinciliyi tuturdu, amma bu həddə gəlib çatmamışdı. Belə. Koroğluya gəlib, burada da Dəli Mehdər obrazı var. Biz bundan bir əvvəlki qolda danışmışdıq. Dəli Mehdər. Yəni, Dəli Mehdər kimdir? Koroğlunun ilxıları, əsas ilxıçısıdır, belə deyək. Koroğluya gəlib xəbər verirlər ki, bəs ilxı yoxdur, gedib itib. Koroğlu da deyir ki, ilxıdır da, yəni gedibsə qaydar. Bəs deyirlər ki, evin tikilsin. Axı, Dürat da yoxdur, Dürat da gedib onun içində. Koroğlu artıq başlayır və elə bir, orada ümumiyyətlə mən şeir adlar yazmışam, gəraylı nümunələri oxuyur Koroğlu. Vardı, gərəkdir, yandırırdı, atımıdır və s. Bu əsər boyu bizə lazımlı olacaq gəraylıların adlarıdır. Mən onları təbii ki, hamısını dırnaqda yazmamışam. Sadəcə daha rahat yadda qalsın deyə var, gərək, yandırır, atımı. Belə bir şəkildə yəni yadda saxlaya bilərsiniz. Burada Koroğlu, yəni Nigar xanım deyir ki, bəsdir də özüvə gəl. O da deyir ki, yəni, Düratın itməyi məni daha çox yandırır. Bunlar bu dəmdə olsun, Koroğlu nəsə istəyir ki, tədbir töksün, neynəsin, hara getsin. Qaraxanın ilxıçısı, sadə, rəhimdil bir insan olur. Yəni, cavan bir oğlandır. Gəlir dəlilərə deyir ki, bəs mən Koroğlunu görmək istəyirəm. Onlar da deyir ki, kimsən, hardan gəlmişsən? O da deyir ki, mən yalnızca Koroğluyu da danışıb, dərdimi ona deməliyəm. Koroğlu da gəlir, deyir, abala nə olub? O da deyir ki, heç nə, bəs sənin atın gəlib bizim əraziyə gəlib çıxıb və deyir ki, bütün deyir, Qaraxan nə qədər tədbir tökməyinə baxmayaraq, heç bir ilxıçı deməli, bu atlara yaxın düşmür, gəlmir. Ona görə ki, bilirlər ki, bu Koroğlunun atlarıdır. Heç kim qorxusuna yaxın gələ bilmir. Qaraxan da əl-əl, əsərdə biz görürük ki, Qaraxan da zaten əl-əl bir ilxıçı axtarır ki, bu atları sakitləşdirsin. Koroğlu ilk növbədə oğlanın sözlərinə inanır, amma tam şəkildə əmin ola bilmir deyə onu deməli Dəli Həsənə tapşırır. Dəli Həsən də deyir ki, yaxşı, baş üstə oğlana deyir, göz qulaq olacam. Koroğlu yaraqlanır, yasaqlanır, yenə özünü tutur, gedir hara? Deməli, Ballıcaya, Qaraxanın ərazisinə. Burada Koroğlu özünü tanıdır ilxıçı kimi. İlxıçı kimi özünü tanıtdı.
Deməli, bir əvvəlki biz danışdığımız keçən əmzədə isə aşıq kimi tanıtmışdı. Burada ilxıçı kimi tanıdır. Bu məqamlara fikir verək. İndi aşıq kimi bir dəfə də hardasa özünü tanıdacaq, həmçinin tacir kimi başqa deməli əsərlərdə deyəcəyik onu. Hə, burada özünü tanıtdı ilxıçı kimi. Belə. İlxıçı kimi özünü tanıdır. Bəs gəlir deyir ki, sən Qaraxan deməli ona deyir ki, sən deyir Koroğlunun atlarını deyir mən tutmuşam, sən deyir onlara da deyir baxa sakitləşdirə bilərsənmi deyir atın. Bu da deyir ki, necə yəni deyir tutmusan? Yəni deyir belə şey necə mümkün olub? O da deyir ki, hər necəsə deyir eləmişəm də, deyir sən o şeylərə qarışma. Deməli, Koroğlu da burada deməli Duratla gəlir, danışır, görüşür, eləyir, atın iyin alır, onu atı tumarlayır və s. məqamlar belə. Gəlir bu hərəkətlərindən Qaraxan onun şübhələnir. Qaraxan ondan şübhələnir və deyir ki, sən deyir bura nə məqsədlə gəlmisən də? Çünki Koroğlu başlayır Koroğlunu tərifləməyə. Belə deyək artıq Koroğlunun igidliyindən danışır, meydana girəndə olan o hərəkətlərindən danışır, nə qədər dəllərin olmağından danışır. Deməli, xan da buna deyir ki, götür Şərəşüləvi buradan çıx get, sən deyir heç də yaxşı adama oxşamırsan. Qaraxan istəyir ki, oradan çıxıb getsin, Koroğlunun təbii ki, dəlləri töküşüb gəlir, Koroğlu Qaraxanı öldürür və s. də bunlar belə gəlir yurda yuvaya qayıdır. Əsas lazımlı məqamları deməli dedik artıq, çatdırdıq. Keçid alaq deməli Durnat eli. Durnat eli qoluna keçid alaq. Yəqin ki, Duratın itməyində bir elə bir şey qalmadı deyə artıq işarəmizi qoyduq. Durnat eli qolunda hadisələr qadınların ucbatından baş verir. Yenə də başımıza bəla açırlar. Deməli, qadınlar, ümumiyyətlə yox, hələ bir şeydən danışaq. Dəmirçi oğlu ilə Koroğlu zaman-zaman məşqlər eləyərmiş. Qızmar isteyin altında məşq eləyir. Yenə hadisələrin təsvirində bahar fəsli seçilib. Nədənsə oxşarlıqdır. Onlar isteyin altında məşq eləyirlər. Xanımlar da bir cərgədə durub onlara tamaşa eləyirlər. Bu heyində də Eyvaz gəlir atın üstündə. Amma necə gəlir? Yəni toz dumana, duman toza qarışıb. Eyvazın kimliyindən biz danışmışdıq. Kim idi, nəçi idi? Koroğlunun və Nigar xanımın yanında onların deməli nüfuzu necə idi onun? Nəysə, Eyvazda bir dənə Durnat eli olur. Durnat eli. Bir tel olur. Yəni xanımlar da bu teli bəyənir. İstəyirlər ki, bunlarda da olsun. Lakin bunun deməli tapıla biləcəyi yer uzaq olduğuna görə risk eləyib Koroğlu onu ora göndərmir. Lakin Eyvaz israr eləyir. Qıratı da minir. Deməli, çıxır gedir hara? Bağdada. Buna biz əslində Koroğlunun Bağdad səfəri, yaxud da Bağdad səfəri də deyə bilərik. O, bura bir Bağdad, yazmışam artıq, yazmışam, yenə də yazaq da özümüzü sındırmayaq. Bağdad, Duratın itməyi də nə oldu bayaq? Ballıca səfəri. Ballıca, deməli, Duratın itməyidir, Ballıca səfəri. Bu da Koroğlunun Bağdad səfəri. Bağdad kodunu harada saxlayırıq? Yadda, deməli, Durnat elində yadda saxlamalıyıq. Bu, deməli, Eyvaz öz yanındakı insanlarla, yanındakı igidlərlə gəlir oradan Durnat eli qoparmaq istəyir. Lakin Arslan Paşanın adamları gəlir deyir ki, bəs nə burada yatmısan? Koroğlunun adamları burnumu dibinə qədər gəlib, bəs təhlükə mənbəyidirlər. Və deyir, içlərində də biri var ki, o öz igidliyi və cüssəsi ilə seçilir. Bəlkə də olmaya deyir, o Koroğludur. Eyvazı nəzərdə tuturlar əslində bunlar ki, bəs Eyvazı elə bilirlər ki, Koroğludur. Durnat eli gətirməklərinə görə yox, Eyvazın Koroğluya oxşamağına görə. Buna diqqət edin. Onları əsir alırlar. Belə başqa görə hansı planlardan danışmalıyıq? Eyvaza görə tutulur, Bağdaddan danışdıq. Xoca Əziz var burada. Deməli, bu Xoca Əziz saxlayaq. Bu uşaqların, bu igidlərin hər biri müəyyən bir atları minib gəlmişdi. Mən dedim ki, Qıratı minib gələn kim idi? Eyvaz idi. Digər iki atı Qaraxan nə idi? Arslan xan bəyənir, özünə götürür və Qıratı da belə Qırat orada bir nadiclik edir, özünü yaxşı aparmır deyə qəsdən, bəlkə də qəsdən deməyir də, heyvanda hər halda o şüur olmaz. Amma Qıratdısa olar. Nəysə, nadiclik eləyir, Arslan xan da bunu bəyənmir. Bu xəbəri gətirən oğlan var idi, deyirdi, nə yatmısan burada və s. Həmin ona verir. Bu da onun acığına gedir, pisinə gəlir. Xoca Əziz də Koroğlunun dostu olub, bütün bu hadisələrə şahid olur. Gəlir, ağzından girir, burnundan çıxır, burnundan girir, ağzından çıxır həmin oğlanın, atı ondan alır. Qıratı ondan deməli aldı
Lakin Xoca Əziz bilir axı qırat belə yerində dayanmayan bir atdır. Özün qırsaqqızla bərkidir atın üstünə, ləhliyə-ləhliyə təngi nəfəs gəlir çıxır Koroğlunun məkanına. Çənli belə gəlib çıxır Xoca Əziz. Xoca Əziz əhvalatı danışır. Koroğlu da deyir ki, bəs kim məndən deyir tez getsə, ora səhər tezdən. Mən ona deyir 100 dənə qızıl verəcəm. 100 qızıl verəcəm. Belə. Gəlir, elə Koroğlu gəlir, çatır ən birinci, ay tənbəllər. Koroğlu gəlir ən birinci çatır qoca biçinçinin yanına. Gəlir, görür ki, bu qoca biçinçi tək tənha yaşayan bir insandır. Buna kömək eləmək lazımdır. Və kömək saxlayaq elə. Qoca biçinçi görür, ağlayır. Deyir, niyə ağlayırsan? O da deyir ki, Koroğlunun deyir, 3 dənə igidim deyir, əsər oldular. Mən deyir, burada deyir, bütün aləmdə Koroğlu igidliyi ilə belə deyək də, ad çıxarmış insandır. Yəni, bu deyir, kişilikdən deyil. Mən də deyir, əlimdən heç nə gəlmir deyə ağlayıb sızlayıram. O da deyir ki, bəs Koroğlu dediyin mənəm, sabah deyir, filan vaxtı bir dənə böyük deyir, kisə ilə gəl, mən sənə deyir, Aslan Paşanın deyir, sarayın ağzında sənə deyir, qızılları verəcəm. Qocaya deyir ki, sənə qızıl verəcəm deyir. Bir dənə tərkibə deyir, kisə al, gəl. Qoca da onlara məsləhət görür ki, qoca deyir ki, siz deyir, ora sən deyir özün tək get, dəlilərin də topa ilə deyir getməsinlər. Nə olar, nə olmaz. 5-5, 10-10, 15-15 deyir, dağılışıb deyir getsinlər. 5-10 belə yəni belə bir rəqəmlər yazaq ora getsin. 5-10 deyir gedin, hamınız deyir ora. Yəni ki, yavaş-yavaş irəliləyin. Qocanın məsləhəti deməli şey olur, onun ağlına batır. Koroğlunun ağlına batır. Ən sonda belə. Sonra nə danışmalıyam mən? Qoca məsləhət eləyir. Koroğlu gəlir aşıq libasında gəlir Arslan Paşanın yanına. Təbii ki, burada da müəyyən məqamlar var. Giziroğlu Mustafa bəy obrazı var burada. Giziroğlu Mustafa bəy uzaqdan deməli öz ərazilərindən keçər. Giziroğlu Mustafa bəy də Koroğlu ilə oxşar cəhəti var. Giziroğlu Mustafa bəy də özünün ətrafına aldığı o 40-50 igidlə dağlara qalxıb öz intiqamını axtaran bir igid obrazıdır. Koroğlu ilə belə deyək də köhnədən heç bir əslində ədavəti olmur. Sadəcə öz igidliyini sübut eləmək istəyir ki, yəni düşmənçilik yoxdur belə deyək ədavət deyəndə ki, görək hansımız daha çox igidik. Eşidəndə ki, Koroğlunun dəlilərin əsir alıb Arslan Paşa, Giziroğlu Mustafa bəy həmin bu əsirləri əsirlikdən azad etmək iqtidarındadır, o qüvvətə sahibdir. Lakin görür ki, Koroğlu da oradadır, o Koroğlunu tanıyır, meydanda aşıq paltarında belə. Sonra Koroğlunu tanıyır və dəlilərinə öz ətrafındakı igidlərə deyir ki, siz burada gözləyin, Koroğlu deyir, əgər tək başına onları deyir, ala bilməsə, biz deyir, ona kömək eləyərik, hələ ki deyir, gözləyin. Belə də olur. Nəysə, əlqərəz, Koroğlu gəlir burada, dəliləri azad eləyir, dəlilərin gediş, buradan elə ki, çıxış yolunda ona deyirlər, gedir, çıxır o. Deməli, bu Durnateli qolu əslində iki hissəyə biz bunu bölə bilərik. Bura qədər danışdığım bir məzmunda, ikinci məzmunda Durnatelində rəsmi olaraq iki yerə bölünmür, mən deyirəm sadəcə. Giziroğlu Mustafa bəy ilə olan haqq hesab söhbəti var burada. Deməli, belə. Bir də bura yazmışam Giziroğlu Mustafadan əvvəl. Dəlilərin bu gün dava günüdür, müxənnət ordusu talansın gərək. Bax, yəni burada da bəzi şeylər olur da, bayaq Duratın itməyində də danışdım ki, bəzi şey nümunələri var. Yəni burada da var. Sadəcə Duratın itməyi daha belə düşə bilər deyə onları daha çox yadda saxlayaq. Bu şey nümunəsi də hardandır? Durnatelindəndir. Belə. Bunlar burada olsun. Giziroğlu Mustafa bəy ilə Koroğlu gəlir, qarşılaşır. Onlar necə qarşılaşır? Hansı prosesləri keçirdir? Kim kimi çaya atır? Kim neyniyir? Kim kimə əl verir çaya yıxılanda? Bunlar bizə bir elə də lazımlı deyil. Döyüşün sonunda belə deyək də Giziroğlu Mustafa bəy yıxır onu çaya. Koroğlunu da deyək artıq danışaq. Bu qədər şey danışırıqsa onu da deyək, yaxşı. Koroğlunu yıxır. Amma son nöqtədə əl verib bir-biri ilə barışırlar. Koroğlunun üstünlüyünü Giziroğlu Mustafa bəy qəbul edir. Koroğlu da deyir ki, nə vaxt səfərin düşsə, biz artıq səninlə dostluq, yoldaşıq, qardaşıq. Giziroğlu Mustafa bəy, Koroğlu çıxır gedir artıq evinə, eşiyinə. Giziroğlu Mustafa bəy bunu danışır öz dəlilərinə, ətrafındakılara. Onlar buna inanmır. Deyir ki, hər halda çəkindiyindən dolayı Giziroğlu Mustafa bəy belə deyir. Giziroğlunun ətrafındakı insanlar. Mustafa bəy də deyir ki, yox, gəlin gedək deyir, Çənli belə mən sizə göstərəcəm. Gəlirlər Çənli belə Giziroğlu Mustafa bəy ilə adamları, görürlər ki, çox gözəl bir məclis qurulub və Koroğlu şey eləyir, oxuyur. Onlar da deyir ki, ayıb olar, gözləyək məclis qutarsın, ondan sonra davam eləyərik. Elə bunlar bu heyində olsun, Giziroğlu Mustafa bəy ilə bağlı Koroğlu deyir ki,
Allah nə deyirdi? Hə, hay deyəndə haya basar, huy deyəndə huya basar, Koroğlunu suya basar Giziroğlu Mustafa bəy. Belə bir şey deyir. Hə, adamlar da inanır və eşidir Giziroğlu Mustafa bəylə. Bunlar da məclis bundan sonra davam edir, bitir, yekunlaşır. Deməli Koroğlu Durnat elində özün birincisi aşıq olaraq tanınır, bir də dedim ki, tacir olaraq tanınır. Qoca əsərin deməli o ortasında tacir olaraq tanıdır. Güya deyir ki, mən tacirəm, lakin sonradan təbii ki, bu bəlli olur ki, Koroğludur. Deməli, 3 dənə deməli igidimiz əsir düşüb düşmənə Durnat elində. Deməli, Eyvazdır, Bəlli Əhməddir, Dəmirçi oğludur. Bunlar nə edib? Əsir düşüblər. Bir də orada geriyə dönüş yolu dedim. Geriyə dönüş yolunda Kosa səfər deyir. Yəni insanlara ki, buradan çıxıb Çənlibelə necə qayıtmaq lazım olduğunu deməli şey deyir. Kosa səfər deyir. Belə bu qədər. İndi keçək Koroğlu ilə Bolu bəyin son olaraq da haqqında danışaq. Koroğlu ilə Bolu bəy deməli qolundan. Burada da müəyyən məqamlara fikir vermək lazımdır. Burada Koroğlunun Ələmqulu xanla dostluq binası qurmağından və bu bina təməldən sonra Koroğlunun daha da qüvvətlənməyindən söhbət gedir. Yenə xodkar tədbir görmək istəyir. Yenə Hasan Paşadan danışırlar. Yenə burada deməli Ərəb Reyhandan və Bolu bəydən biz danışacağıq. Ərəb Reyhan deməli Qarsdaydı, Bolu bəy də Ərzincanda idi. Onlara məktub yazıb çağırır Hasan Paşa ki, bəs gəlin tədbir görək. Lakin hər biri ayrı-ayrılıqda Koroğlunu tutub gətirmək istəyirdi. Xüsusilə Bolu bəy özü tək başına ad çıxarmaq üçün özü çarə axtarır. Bolu bəy də kimləri öz yanında aparmışdı? Qəcar alını yanında aparmışdı. Düzdürmü? Xatırlayırıq. Bir də deməli Mehdər Murtuzu yanında aparmışdı. Mehdər Murtuz. Bunları kim aparıb? Bolu bəy Hasan Paşadan istəmişdi. Harda? Keçən Həmzənin qıratı qaçırması hissəsinə nəzər salsaq, görərik ki, elə bir növ hadisələr bir-birinin davamı şəklində verilir əslində. Amma təbii ki, hər birinin müstəqil süjet xətti var. Deməli, Bolu bəyin yanındakı obrazlara fikir veririk, testə düşür. Hə. Bunlara da kim xəbər verir? Hasan Paşa. Bolu bəy də nə dedim? Tək başına istəyir ki, getsin, ad çıxarsın, Koroğlunu gətirsin. Mehdər Murtuz da gedir Koroğlunun yanında mehtərlik etdiyindən, yurdu yuvanı yaxşı bilirdi, tanıyırdı deyə Bolu bəyə yarənlik edir, yoldaşlıq eləyir. Bunlar gəlirlər, çıxırlar. Koroğlu da yenə bir təpədən durub seyr edir. Görür ki, atlı gəlir. Gəlir də nə gəlir? Yəni toz dumana yenə duman toza qarışıb. Koroğlu da bu cəhətdən təkdir. Yanında heç kəs yox idi. Gəlir, soruşur, yaxınlaşır. Deyir ki, bəs siz kimsiniz? Hara gedirsiniz? O da deyir ki, daha doğrusu bunu soruşanda Mehdər Murtuzaq Koroğlunun yanında olmuşdu. İşarə verir ki, bəs evin tikilsin, elə Koroğlu budur da gəl bunu tutaq. Bolu bəyə işarə verir. Bolu bəy də əslində inanmaq istəmir. Gah inanır, gah inanmır. Nəysə, Koroğlu bunların qoşunun əsas məqamları danışıram. Tək başına hamısını öz qılıncından keçirir, tək başına hamısını məğlub eləyir. Öyrənəndə ki, deyir kimsən, deyir Bolu bəyəm, bura Koroğlunu tutmaqdan ötürü gəlmişəm. O da deyir məqsədim nədir? Bolu bəy də tülkülü eləyir burada. Deyir ki, bəs mən bir qız sevirəm, onu almaqdan ötürü Koroğlunu tutmaq istəyirəm. Yoxsa deyir, mən də bilirəm də Koroğlu mərd adamdır. Koroğlunu da alladırlar belə. Koroğlu deyir, işçi belə oldu. Koroğlu deyir, mənəm. Koroğlu özü etiraf edir. Mehdər Murtuz Bolu bəyə hər nə qədər desə də ki, budur Koroğlu, Bolu bəy inanmırdı. Koroğlu özü etiraf edir. Buna bir dənə fikir verək. Lakin deyir, sən mənə icazə ver, mən gedim yaraq yasağımı geyinim, gəlim. Bunlar gözləyirlər ədəblə, ərkanla. Axı Koroğlu da söz vermişdi. Elə də olur, Koroğlu gəlir. Yolda bir dənə hilə işlədirlər Koroğluya. Deyir ki, mən deyir, səni kimi bir igidi deyir, belə deyir, aparsam, heç kəs deyir, mənə inanmayacaq. Bolu bəy deyir, ha. Gəl deyir, sən əlvi qolumu bağlayaq. Belə də olur, əl qolunu bağlayırlar. Lakin Koroğluya bir zərbə indirir. Koroğlunun qan götürüb aparır. Koroğlu da deyir, ay namərd. Koroğlu öz-özünə peşman olur ki, bəs mən deyir, buna niyə inandım? Bu boyda Koroğlu səhv eləyir. Yəni, Koroğlunun bu inanmağında səhvini görə bilərik. Amma Koroğlunun ən böyük səhvi Keçən Həmzənin qıratı qaçırması hissəsindədir. Onu unutmayın. Daha sonra Koroğlu burada özünü necə tanıtdı? Koroğlu özünü tanıtmışdı ki, mən Çənlibel qoruqçusuyam. Bundan əvvəl hansı deməli
biz 4 əsərdən danışıqda bu sonuncusudur Koroğlu ilə bağlı. Həmin hissələrə bir dənə keçib nəzər salın. Koroğlu özünü necə tanıdır? Aşıq kimi, tacir kimi, qorxucu kimi və s. Hansında necə tanıdır? Bir dənə onlara fikir verək. Deməli, iş bu yerdə olur. İş bu yerdə olanda deməli Xoca Əziz Koroğlunu görür. Bəzirganların içərisindədir bu Xoca Əziz. Koroğlu onu görür, daha doğrusu. Deyir ki, Pünhanı sövdəgər qardaş, aparırlar Pünhan məni. Testə birəbir düşür eyniyyət etibarilə. Xoca Əzizə deyir, kim deyir? Koroğlu deyir. Hansı hissədə deyir? Dastanın bu hissəsində deyir. Daha sonra, yazmışıq bura. Pünhanı sövdəgər qardaş, aparırlar Pünhan məni. Koroğlu, deməli, Xoca Əziz gəlir bunu qaça-qaça yetişdirir Çənli belə, bu şey deyir. Bu dəmdə də Aşıq Cünun gəlir. Aşıq Cünun da deyir ki, bəs Koroğlu hardadır, mən onu tapmalıyam. Onlar da deyir ki, Koroğlu yoxdur da. Deyir, bəs sən nə məqsədlə gəlmişsən? Deyir, paşalar, bəylər bir hilə ilə, bir vəsvəsə ilə Çənli belə yürüyüş təşkil etmək istəyirlər. Bu da deyir artıq, yəni iş işdən keçib. Xoca Əziz burada deməli, Koroğlunun harda olması xəbərini gətirir, çıxardır. Aşıq Cünunu isə gəlir nə deyir? Deyir ki, paşalar onu öldürmək istəyir, Çənli belə hücum eləmək istəyir. Belə. Bunlardan əvvəl dəlilər deyir ki, gedək də Koroğlunu tapaq, tutaq, hardasa gətirək. Nigar xanım kimlərə mane olur? Nigar xanım Dəli Həsənlə Dəmirçioğluna mane olur ki, yox, siz deyir getməyin. Siz getsəz, elə siz Koroğlu kimi el ağsaqqalı səviyyəsindəsiz. Yəni dəlilər sizin sözünüzə şey eləyir də, yəni qulaq asır. Siz getməyin. İsabalının amma gedişinə razı olur. İsabalını göndərirlər. Belə, bir də məsləhət bilir ki, deyir, ilk öncə deməli Ərzincana bax, Toqata bax, bir də daha sonra İstanbula bax. Bu ardıcılığa da bir dənə fikir versək, orada bizim elə də problemimiz qalmaz. Belə, sizə kimdən xəbər verin? Bolu bəydən xəbər verin. Bolu bəy küstahcasına şey eləyir. Deyir ki, Hasan Paşaya, mən deyir Koroğlunu düzdür gətirmişəm, amma deyir ki, sən deyir qızılı deyir bir günlüyünə də olsa Ərzincana deyir göndər, mən deyir əmin olum. Ondan sonra deyir, mən deyir, Koroğlunu hara deyirsən, orada deyir, göndərəcəm. Hasan Paşa da qəzəblənir, bu deyir, bu nə şərtdir öz-özünə, amma Xoçara xəbər göndərir ki, bəs tutmuşam Koroğlunu, Koroğlunu deyir, tutmuşam. Xoçara belə deyim də, maraqlı deyil ki, kim tutub Koroğlunu. Xoçar Bolu bəydən yapışır ki, kiminsə hesabına mənə Koroğlunu gətir. Bir dənə bunu unutmayaq. Elə ki, Hasan Paşa Xoçara tabidir, bizim bu saydığımız Bolu bəydir, Ərəb Reyhandır və s. Bunlar da kimə tabidir? Hasana tabidir. Belə. Nə deyirdik biz? Deməli, danışdıq bu hissədən. Hasan Paşa bu şərtlə razılaşır. Koroğlunu salırlar quyuya. Mədəd, ay mədəd şeiri var orada. Bunu oxuyur Koroğlu. Bu da düşə bilər. Ona bir dənə fikir verək. Ay mədəd gərayılısın. Quyuda olarkən oxuyur. Quyuda olarkən. Biz bayaq Dünya xanımın adını çəkmişdik. Qolların birində təhlil zamanı. Dünya xanım da Bolu bəyə ərə getmək üzrə olan Hasan Paşanın deməli böyük qızıdır. Dünya xanım bunu eşidir. Qarabaşa deyir ki, get gör nə olub. Əhvalatı danışır. Gəlir deyir ki, təbii ki, Koroğlunun vəziyyətini görür. Deyir ki, mənim dalımcan bir adam deyir, gəlsin, yemək gətirirlər. Bu hissələr üstündə durulan deyil əslində. Üstündən biraz keçir. Dünya xanım öz otağın, Dünya xanımın otağı elə ki, o zindana bitişik sayılırdı ona görə. Üstündən biraz keçir, İsabalı Dünya xanımla quyudan gedirlər, Koroğlunu çıxardırlar. Belə, qısaca danışaq. Quyudan gedirlər, Koroğlunu çıxardırlar. Koroğlu gəlir, axırda yenə Bolu bəyi öldürür. Bolu bəy nə qədər aradan, hər nə qədər də olsa, aradan əkilmək istəsə də mümkün olmur. Bax, bu hadisələrin gedişatı bu qədərdir. Bir də yazmışam ki, İsabalının üzərinə düşmən gəlmək istəyir. Çünki İsabalıya Koroğlunun yerini kim göstərmişdi? Qız, Dünya xanım. Dünya xanım da bu hərəkətin qoşun böyüyü, sərkərdə böyüyü görür. Gedir, deməli, xəbər verir Bolu bəyə. Düşmənə xəbər verir. Dünya xanım da işin bu yerdə olduğunu görüb, deyir ki, İsabalını yuxudan oyadır. Yəni, Oyan Əcəmoğlu deməli, qoşması Dünya xanım tərəfindən oxunur. Buna da fikir verək. Hansı ki, ən lazımları deyirik onsuz da. Deməli, Mehdər Murtuz obrazı. Mehdər Murtuzu biz demək olar ki, çox hissədə görmüşük, düzdürmü? Mehdər Murtuz boyun əvvəlində, burada, qolun əvvəlində, özür istəyirəm. Arada bu boy qolları təbii ki,
yəni qarışdırsaq, yəqin ki, qarışdırmamışam, amma ümumiyyətlə üzrlü sayarsınız. Qolun əvvəlində deməli Koroğluya xəyanət eləyir. Lakin Koroğlu onu bağışlayır. İsabalı onu öldürmək istəsə də əsərin təhlilində verilir. İsabalı onu öldürmək istəsə də Koroğlu ona mane olur. Çünki artıq Koroğluya sığınmış bir insanı Koroğlu heç vaxt öldürmürdü. Aman diləyənlərə yəni yenidən etimad bəsləyirdi. Bu Dədə Qorqudla ortaq cəhət kimi verilə bilər. Koroğlu ilə birlikdə yurda qayıdanlar kimdir? Qaravaşdır, qızın yanındakı, yəni Dünya xanım, Qaravaş, deməli İsabalı, Mehdər Murtuz, bir də Koroğlu. Hamısı birlikdə deməli əsərin sonunda Bolu bəyi öldürəndən sonra bunlar da qayıdırlar, çənli belə. Bu qədər təhlillərdə ən lazımlı məqamları çalışdıq ki, diqqətinizə çatdıraq. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.